Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında müstəqil tədqiqatçı Sabir Əliyevin Fəlsəfənin Fizioloji və İlahi Mahiyyəti adlı kitabının təqdimat mərasimi keçirilib. Fəlsəfə Yunancadan müdriklik, sevmək anlamını verir. Sokrat fəlsəfəni anlamağa cəhd, hikmətə maraq adlandırıb. Böyük Füzuli isə söyləyirdi, elmsiz poeziya olmadığı kimi fəlsəfədən də uzaq elm yoxdur. Bəzi alimlərin qənaətinə görə elm fəlsəfənin qoynunda yaranıb. Çünki fəlsəfə olmuşların və olacaqların hikmətini, mahiyyətini axtarmaqla məşğuldur. Elə kitab təqdimatında da bu fikirləri səsləndirən natiqlər bu kitabın sosial mesajını, gənclərin formalaşmasını, cəmiyyətdə düzgün mövqe tutması yönümündə faydasını, mənəvi əhəmiyyətini vurğuladılar. Bu gün təqdim olunan kitab əslində çox gözəl kitabdır. Çünki fəlsəfənin həm fizioloji, həm ilahi mahiyyəti açılır. Və deyim ki, bu kitabın müəllifi özü həkimdir və ona görə də dünyanı, insan fiziologiyasını, ümumiyyətlə canlılar fiziologiyasını çox gözəl bilir. Və o fizioloji prosesin mahiyyəti üzərində uzanan o şuurlu proseslər, dərk etmə prosesləri, ünsiyyət mədəniyyəti, hamısının mahiyyəti dəqiqliklə açılır. Bu kitab fəlsəfənin fizioloji və ilahi mahiyyətidir. Bu kitab cəmiyyətin və təbiətin və dünyanın yaranmasında olan mahiyyətləri üzə çıxartmaq məqsədi daşıyır. Fəlsəfənin predmeti insan, cəmiyyət, təbiət münasibətlərindən bəhs edən elmdir. Yəni müdriklik elmidir. Filosofiya sözündən götürüb, yəni müdriklik kəlamlar elmidir, müdriklik elmidir. Fəlsəfədə dünya görüşü sistemidir, yəni baxışlar sistemidir. Elə bir insan yoxdur ki, düşünən insan yoxdur ki, bu baxışlardan hansınasa meyilli olmasın. Sonda kitabın müəllifi Sabir Əliyev hər kəsə öz minnətdarlığını bildirdi. Könül Həbib qızı Elgiz Əbdürrəhmanlı bugün informasiya proqramı üçün.